Salam, hər vaxtınız xeyir. Bildiyimiz kimi 1-02-2026-cı il tarixində OTK-dan 9-cu siniflər üzrə növbəti sınaq imtahanı keçirilib. Və gəlin ingilis dili üzrə suallara bərabər baxaq. 56-cı sualda deyir ki, the school will provide students with all the necessary materials for the course. Məktəb deyir uşaqları, burada altından xətt çəkilmiş sözün deməli yaxın mənalı olan sözünü tapmalıyıq. Məktəb deyir şagirdləri bütün vacib olan, lazım olan kurs üçün materiallarla təmin edəcək. Provide sözünün altından xətt çəkilib və provide nə deməkdir? Təmin etmək. Doğru cavabımız burada olacaq C variantı, yəni supply. A bəndi nədir burada? A bəndi accept qəbul etməkdir. B ignore rədd etməkdir. D announce elan etməkdir. Concentrate isə Y variantında diqqətini cəmləməkdir. Ona görə doğru cavab deyil. Doğru cavabımız C variantı oldu. 57-ci sualda deməli doğru variantı istəyir bizdən. Baxırıq ki, cümlədə zən var. Zən varsa deməli bizdən müqayisə dərəcəsində olan cümləni istəyir. Baxaq. It is to stay at home than to go out in such bad weather. Evdə qalmaq daha yaxşıdır, nəinki belə bir pis havada çölə çıxmaqdansa. More better ola bilməz, çünki iki eyni dərəcələnmə yanaşı gələ bilməz. Worst üstünlük dərəcədir, worse daha pis deməkdir. More worse da iki eyni dərəcələnmədir. Doğru cavabımız olacaqdır C variantı, better, daha yaxşı olar evdə qalmaq. 58-ci sualda doğru modal feili istəyir bizdən. You wear a warm jacket, it's freezing outside. Çöldə dondurucudursa, hava buz kimidirsə, deməli nə etməlisən? Pencəyini geyinməlisən. M özündən sonra to ala bilməz. Able'ın to'su yoxdur. Cannot ola bilməz, çünki inkarları çıxırıq. Orada əgər hava soyuqsa nə etməlisən? Geyinməlisən. Doğru cavabımız olacaqdır C variantı. 59-cu sualda deyir ki, düzgün variantı seçin. Did they do all this work by? Biz burada hər zaman qayıdış əvəzliklərini mübtədaya görə seçirik. Orada da they varsa, onda orada olmalıydı nə? Themselves. Digər variantlara heç baxmırıq, çıxırıq. 60-cı sualda nə deyir? Deməli, zaman formasını istəyir, feilin doğru zamanda işlənməyin. Cümlənin ikinci hissəsinə fikir versəz, görəcəksiniz ki, they were in London. Yəni, Londonda olanda keçmiş zamandan söhbət gedir. Keçmiş zamandan söhbət gedirsə, will, they, want, bunlar gələcək zamandır, atılır. Have stayed inki bitmiş zamanda atılır. Stay də inki sadə zamanda atılır. Doğru cavabımız Y variantı, stayed keçmiş sadə zamandadır cümlə. 61-də isə bizdən sifətin doğru dərəcələnməsini istəyir. She drove through the storm to keep everyone in the car safe. Deyir, fırtınada deyir, maşını sürdü, amma çalışırdı ki, hər kəsi maşının içində təhlükəsiz saxlasın. Much özündən sonra more almalıydı, müqayisə dərəcəsi tələb edir çünki. A variantı səhvdir. Most careful, əgər drove-dan söhbət gedirsə, burada ümumiyyətlə zərf olmalıydı, səhvdir. Drive olanda deməli biz nə götürməliyik? Zərf götürməliyik. Dangerous'dır, more careful'dur. Bunlar hamısı sifətdir. Ona görə atılır və doğru cavabımız Y variantı careful'dur. Çünki biz belə deyək də feili təsvir edərkən zərfdən istifadə edirik. İsmi təsvir edərkən sifətdən istifadə edirik. Doğru cavabımız Y variantı. Növbəti sualımıza baxırıq. 62-ci sualdır. Deyir, düzgün variantı seçin. Və burada zaman uzlaşmasından söhbət gedir. Some grains of rice were left on the plate. Grains'e görə burada cavabımız were düzdür. 1. Sonra a lot of weather changes can happen in this region. Çox hava dəyişiklikləri baş verə bilər. 2 də doğrudur. 3-də nə deyir? Several pieces helps yox. Onda olmalıydı help. Çünki nəyə görə? Pieces cəmdədir, xəbərimiz tək ola bilməzdi. 3 olan variantların hamısını atırıq. Qalırıq 2 variant arasında. 4 mü, yoxsa 5 mi? Many iron benches. Iron bench nə deməkdir? Dəmir skamyalar. Bu da cəmdə olduğuna görə xəbər ar olmalıydı. Deməli 4-ü də atırıq. Doğru cavabımız qalır. A variantı 1, 2, 5. 63-cü sualda quantifiers bölməsinə aiddir, yəni kəmiyyət bildirən sözlərə. Baxıram ki, the teacher looked disappointed because only özündən sonra 2 şey ala bilər. Ya a little, ya da a few. Yəni article-la. Burada da students cəm olduğuna görə biz a little işlədə bilmirik. Nə olmalıdır orada? A few. Baxıram variantlarda. Hansında var a few?
Y variantında. Deməli, doğru cavabımız Y variantıdır. 64-də. Deyir ki, doğru cavabı seçin. To news ola bilməz, news cəmlənə bilmir, deməli miqdar sayıla işlənə bilməz. 2 düzdür, a spoon of salt, bir qaşıq duz. A pair of socks, bir cüt corab, 3 düzdür. Bir də several bars of chocolate, several özündən sonra cəm isim alır. 4 də doğrudur. A few-dan sonra cəm isim gəlməli idi, ona görə 5-i də atırıq. Doğru cavabımız 2, 3, 4 olacaq Y variantı. 65-də I didn't want you with my comments, but I'm sorry if my words upset you. Mən deyir, öz kommentlərimlə, şərhlərimlə səni incitmək istəmirdim, amma üzr istəyirəm, əgər mənim deyir, sözlərim səni kədərləndirdisə. To compliment, yəni xoş söz söyləməkdir, kompliment etmək. Help, kömək etməkdir, value, dəyərləndirmək, support, dəstəkləmək. Offend, bəli, incitmək. Doğru cavabımız olacaq D variantı. 66-da definition istəyir bizdən. Confuse, çaşdırmaq deməkdir. Deməli, olacaq burada confuse, to make someone unsure or unclear, bir B'dir. To terrify, qorxutmaqdır. To cause someone to feel extreme fear, yəni həddən artıq qorxu hiss etdirmək. Bu olacaq da C. Please də nə deməkdir? Məmnun etmək. To cause someone to feel happy and satisfied. Bu da olacaq da A variantı. B, C, A olacaq doğru cavabımız A variantı. Növbəti 67-ci sual. Artikel'la davam edirik. I couldn't find information I needed. Burada deyir ki, I needed. Hansı informasiyadan söhbət gedir? Hansı məlumatdan? Mənim tapa bilmədiyim. Yəni, mənə məlumdur nədən söhbət gedir. Deməli, birinci tərəfdə olacaqdır Z. Çünki mənim ehtiyacım olan informasiyadan söhbət gedir. I couldn't find, tapa bilmədim. Hansı informasiyanı? Mənim ehtiyacım olan informasiyanı. On the website. So, I sent them a message. Burada olacaqdır. Doğru cavabımız E variantı. Message'də sayıla bilən tək isim olduğuna görə. Deməli, mənim ehtiyacım olan informasiyadan söhbət gedirdi. Mənim ehtiyacım olan informasiyadan söhbət gedirdi. Ona görə birinci tərəfdə olacaq Z, ikinci tərəfdə deməli bir mesajdan söhbət gedirdi. Mən deyir, onlara bir mesaj göndərdim. Ona görə doğru cavabımız olacaq Y variantı. 68-də discover sözünün əks mənasını istəyir. Discover kəşf etməkdir. Found sinonimdir. Look for axtarmaqdır. Hid gizlətməkdir. Deməli, hid gizlətməkdirsə lost itirməkdir. Yəni, disclose gizlətməkdir. Hid də. Deməli, 4 də düzdür. 2, 4, 5. 69-da. Deyə ana, əziz ana, sənin deyir, yay tətilin necə olub? Mən deyir, keçən həftə başlamışam, deməli, məktəbə və hər şey fərqlidir. Bizim yeni müəllimi çox deyir, səmimi və köməkçildir. Və bu il mən istəyirəm ki, ingilis dili bacarıqlarımı inkişaf etdirim və dram klubuna qoşulum. Baxmayaraq ki, mən biraz narahatam və biraz heyecanlıyam qarşıdakı dəyişikliklərdən. Zəhmət olmasa, mənə öz məktəb ilin haqqında danış. Jane ümid edir ki, öz ingilis dilini inkişaf etdirəcək və drama klubuna qoşulacaq. Ən xoş arzularla Jane. Deməli, xoş arzularla Jane. Baxırıq ki, burada deyir ki, Jane is nervous and want to avoid. Deyir ki, narahatdır və yeni dəyişikliklərdən qaçmaq istəyir. Xeyr. Anna bilmək istəyir ki, Jane'in yeni, belə deyək, necə keçir, yeni dərs ili. Xeyr, burada Annaya yazılır hələ məktub. Deməli, D-də deyir ki, Jane ümid edir ki, öz ingilis dilini inkişaf etdirəcək və drama klubuna iştirak edəcək. Bəli, D doğru cavabdır. Y-dədir Annanın yeni müəllimi, Annanın müəllimindən söhbət getmirdi orada, Jane-in müəllimindən söhbət. A-da da deyir ki, keçən ay başlı və tamamilə güvənlidir. Xeyr, tam güvənli deyildi. Daha doğrusu A-da səhvdir. Və doğru cavabımız oldu D variantı. 70-də deyir ki, the school library will be closed next Monday for cleaning. Məktəbin deməli kitabxanası növbəti bazar ertəsi bağlanacaq təmizlik üçün. Zəhmət olmasa geri qaytarın deyir bu müddət ərzində növbəti 5-ci günə qədər götürdüyünüz kitabları və yaxud da dəyişin.
Bu deyir narahatlığa görə deyir təəssüf edirik və sizə anlayışınıza görə təşəkkür edirik. A bəndində deyir ki, A bəndində deyir ki, məktəb neyniyir? Üzr istəyir narahatlığa görə. Daha doğrusu heç bir üzrü yoxdur narahatlığa görə. A səhvdir. Və deyir ki, kitablar deyir vaxtında qaytarılmalıdır. Birinci gündən sonra deyir problemlərdən qaçınmaq üçün. Birinci gündən sonra demirdi, 5-ci günə qədər deyirdi. Və kitabxana deyir açıq olacaq, deyir bazar ertəsinə qədər təmizliyə ərzində. Açıq olmayacaq, bağlı olacaq. Zəhmət olmasa yeniləyin 5-ci gündən əvvəl kitablarınızı və yaxud da onları daha çox saxlayın. Və daha doğrusu 5-ci gündən əvvəl deyir, amma orada deyir ki 5-ci günə 5-ci gündən əvvəl deyir 5-ci gündən əvvəl ya dəyişin, yeniləyin, ya da ki özünüzdə saxlayın. Daha çox vaxtda. Xeyr, orada deyirdi ki, köhnələri qaytarın, sonra gətirin, yeniləyin. Yəni burada qaytarın və yeniləyin deyirdi, amma burada deyir ki, saxlayın. Xeyr. On Monday the library will stay closed due to cleaning. Bəli. Birinci gün bağlı olacaq təmizliyə görə, elə Y variantıdır cavab. 71-də deyir ki, join Sunny Language School this summer. Deyir ki, bu yay dil məktəbinə qoşulun, yayda günəşli dil məktəbinə qoşulun. Biz sizə əyləncəli ingilis dili dərsləri təqdim edirik bütün yaşlar üçün. Müəllimlərimiz təcrübəlidir, kiçik siniflərimiz var və çox mehriban atmosfer var, abu-hava var. Öz deməli danışıq, oxu və yazı bacarıqlarınızı inkişaf etdirin. Bugün qeydiyyat olun və yeni dostlarla öyrənməkdən zövq alın. A bəndində deyir ki, məktəb kiçik dərslər deməli kiçik siniflərlə, kiçik deməli təcrübəli müəllimlərlə dərslər təklif edir. B-də deyir ki, yaxşı leveliniz olmalıdır, səviyyəniz olmalıdır bu dərslərə qoşulmaq üçün. Xeyr. C-də deyir ki, şagirdlərə icazə verilmir dərs ərzində bir-birindən danışmaq. Xeyr, əyləncəli deyirdi orada. D-də deyir ki, məktəb ingilis dilinin dərslərini yalnız yeniyetmələrə təqdim edir. Xeyr, orada bütün yaşlar var idi. Y-də də deyir ki, ciddi atmosfer, orada da ciddi deyildi. Necə atmosfer var idi? Mehriban, səmimi, ona görə doğru cavabımız A variantıdır. Burada növbəti bir mətndən söhbət gedir. Burada Scott Flansburg'un Amerikalı bir məşhur riyaziyyatçıdan söhbət gedir ki, hansı ki ona hesablayıcı adam deyirlər. Çünki onun riyaziyyat bacarıqları çox sürətlidir, yəni beynində hesablama ilə. Və o heç bir hesablamanı kağız üzərində etmir. O çıxmanı, daha doğrusu çıxmanı, vurmanı, üstə gəlməni, yəni toplamanı və yaxud da bölməni düzgün şəkildə daha sürətli edə bilir. Və nə vaxt ki deyir o gənc imiş, o özündə müşahidə edib ki, riyaziyyat problemlərini öz müəllimlərindən daha sürətli edə bilir. Və deyir now he travels around the world və o indi bütün dünyaya səyahət edir və şagirdləri riyaziyyatdan zövq almağa, necə zövq almağa öyrədir. He shows fun ways to think about numbers. O rəqəmləri düşünməyə əyləncəli yollar göstərir. He believes that everyone can be good at math with the right method. O düşünür ki, düzgün metodla, düzgün yolla hər kəs riyaziyyatda bacarıqlı ola bilər. In 2001, the Guinness World Records gave him the title of fastest human calculator. 2001-ci ildə Guinness Rekordlar kitabı ona ən deməli sürətli canlı hesablayıcı adını verib. Və deyir, o hətta deyir, hesablayıcıdan da daha sürətli idi. O bir kitabında, Riyaziyyatın Sehri adlı kitabında insanlara deməli, sadə triklərlə, sadə hilələrlə insanlara öz beynində riyaziyyatı necə etməyə öyrədir. Və deyir ki, həmçinin o nə yaradıb? Xüsusi bir gün yaradıb və bu necə adlanır? World Math Day, Dünya Riyaziyyat Günü və deyir, o böyük bir nümunədir, əla bir nümunədir o kəslərə ki, deməli, öyrənməyin necə əyləncəli olduğunu göstərmək üçün. He shows that, o göstərir ki, riyaziyyat yalnız rəqəmlər deyil, o həmçinin düşünmək, problemləri həll etmək və əylənməyin bir yoludur. 70-də false istəyir bizdən, səhv istəyir. Ada deyir ki, yalnız bir neçə yəni hesablamaları sürətli edir. Xeyr, bütün riyazi hesablamaları.
B-də deyir ki, o bütün dünyaya deyir, səyahət edir və gənc insanları riyaziyyatı ilhamlandırır. Hələlik B-ni saxlayırıq. Deyir ki, C bəndində bizdən false istəyir. False biz zaten tapmışıq. Elə A bəndidir doğru cavab. Digərləri elə doğrudur. Deməli, in one of his books, Scott Flansburgh öz kitablarından birində o teach easy tricks to help people do math in their heads. Bəli, sadə hilələri öyrədir ki, insanlar beynində riyaziyyatı həll edə bilsinlər. Elə A variantı doğruydu. 74-də what does Scott Flansburgh believe about learning math? Nəyə inanır? O inanır ki, everyone can gain success at math with the correct method. Düzgün metodla hər kəs riyaziyyatda uğur qazana bilər. D variantı doğru cavab idi. 75-də doğrunu istəyir bizdən. A-da deyir ki, o yalnız Scott's math skills and how he uses them to teach others. Nə haqqındadır? Elə A bəndi idi doğru cavabımız. Burada mətnə nə haqqında olduğunu bizdən nədən söz getdiyini istəyir bizdən. Elə A bəndi idi. Çünki Scott'un riyazi bacarıqları və başqalarına dərs keçməkdən ötürü onlardan necə istifadə etməsi idi burada. 76-da da deyir ki, doğruları o müəllimlərə ondan təsirlənib o adı verməmişlər. Bir səhvdir. 2-də bəli, deyir ki, o güclü bir nümunədir ki, öyrənmək deyir, sıxıcı olmamalıdır. 2 düzdür. Deyir, o deyir, mürəkkəb bir riyaziyyat nəzəriyyələrini universitetdə deyir, istifadə olunan riyaziyyat məsələlərini, daha doğrusu nəzəriyyələrini izah edir. Xeyr, ona görə doğru cavabımız 2 və 4 olacaqdır. Dinləmədə isə burada bir deməli, qurbağalardan söhbət gedir. Qurbağalar haqqında bir mətndir. 77-də doğru cavabımız olacaq. Deməli, deyir ki, nə haqqındadır? Doğru cavabımız olacaq B bəndi. The characteristics and ecological significance of poison arrow frogs. Yəni, bu zəhərli qurbağaların ekoloji əhəmiyyəti və onların xarakteristikası haqqındadır. Deyir ki, how do poison arrow frogs get their poison? Hardan alırlar onlar zəhəri? Onlar yediyi həşəratlardan alırlar. D variantı da doğru cavab. 79-da deyir ki, dendrobates have bright colors like blue, yellow or black and white. Nədən ötürü? Digərləri, deməli, to warn other animals that they are dangerous. Başqa heyvanları onların təhlükəli olduğu haqqında xəbərdar etmək üçün. Burada da true false deyir. Deyir ki, are not affected by the destruction of rainforest. Bir də olacaqdı B. 2-də olacaqdı. Some scientists study the poison of these frogs to help create the new medicines. 2-də A olacaqdı. These frogs play a role in keeping the balance of nature. Bu da doğrudur. Poison arrow frogs are safe to touch because their skin is not poisonous. Xeyr. Bu da səhv olacaqdı. Ona görə burada doğru cavabımız B, A və B olacaqdı. Bu qədər hər birinizə uğurlar arzu edirəm.